Qara rəngli iti hər gün Salyanın kolxoz bazarında görmək olar. Heç kəsə dəyib dolaşmadan küçədə təmkinlə sahibini gözləyir. Söhbət rayonun Babazanan yaşayış massivinin 70 yaşlı sakini Əvəz Lətifovun Tuzik adlı itindən gedir. Bu iti 4 ildir saxlayırıq. Öyle oldu ki, qoşuyla balaca davamız oldu. Bu getdik atdıq otaya. Otaya düdük azdırdıq da məsələsində azdı. Elə oldu ki, bu zillər köşündə, barka üstündə gördük. Alaqdan bu gəldi bizə, mənim yanıma. Bazarda meyvə satmaqla ailəsini dolandıran Əvəz dayı hər gün səhər saat 6-dan günortaya kimi, bəzən də axşam saat 5-ə kimi alış-veriş edir. Tuzik də onunla birlikdə bazara gəlir. Sahibinin işini qurtarıncaya qədər gözləyir. Əvəz dayı rayonun Şirvan tayında, Babazanan massivində yaşadığından hər gün qayıqla Kür çayını otay-butaya keçməli olur. Sahibi qayığa minən kimi Tuzik də özünü suya vurur. Soyuq olmasına baxmayaraq, üzə-üzə bir sahildən digərini adlayır. Saat 6-da məsələn durduq, qapıyı açdıq, o da bizimlə gəlir. Ondan sonra axşam çağı bu vaxtı biz gedəndə gəlib bizimlə gedir. Hapas istəyəndir. Ta elə şey yoxdur. Bax buradan tək gəlsin, tək keçsin, otaya geçsin, butaya geçsin yoxdur. Ancaq özü gəlsinlər. Beləcə 4 ildir ki, yayın istisində, qışın qarlı şaxtasında hər gün it bazarda alış-verişlə məşğul olan sahibinə yol yoldaşlığı edir. Aytən Sakit qızı Vüqar Məlikov, Salyan.